Selamünaleyküm. Gazi Süleyman Dadaşoğlu. 92. ilin spesinin adı. Her şeyin düzü bilmesi üstsə, o vaxtı bizi spesinin adı Qardaman çıxartdılar Gəncə göllərdə, sürət üstünün üstünə. Ağdamı satdılar. Ondan 500 gün qabaq mən döyüş yoldaşımın şahidi ifadeləri də var burada. Mən 50'yimdir. Döyüş yoldaşlarımın şahidi ifadeləri var. Yaxın yerini oxuyur. Oğlanlar var, Azərbaycanlar abiler. Yaxın yerini oxuyur. Yaxın yerini oxuyur. Dövlət tərəfindən oxumayıb, mənə söhbət edən bir qeyrət olar. Yaxın yerini oxuyur. Yönədim. Evlə erməni öldürmüşəm, Evlə Rus öldürmüşəm. Bir də negr öldürmüşəm, Uşağın həyatını qurtarmışam. Minə düşmüşəm, Tafisən patlamır, əvvalına patlayır, 60 sanatdan öldü, cəs samalı, ekstralı topulan üzü atıb. Tabii xəbər almışam, turlamışam. Yağlamışam, Mehman yüksəyi, 10 metre qalmış billər gəlir, Qardaşlarım, mən Cəngavər qardaşlarım, deyən ki, olan söhbəti edirəm. Olan söhbəti edirəm. Durub əyri söhbət edəsəm, deyərsiniz ki, əyri söhbət edirəm. Olan söhbəti edirəm, görün nə deyirəm. Qardaşlar, görün nə deyirəm. Mənim qardaşlarımdır, mənə bir yerdə hər yer keçmişik. Yaşayan da var, əqin itirən də var, sağlamlıq itirən hamısı var. Nadir başa dilərəmsən, bizim spesialın komandiri oldu, Elpəsdən sonra. Elpəs Sıldan okrujunda qəhrəman odasına şəhid oldu. Aşağısı bir 50-ci, 60-cı səvə, 50-ci səvə öldürülmüşdü. O avtomatla bura bilmədilər, qrantometlə. Bırdaşı o parçasından. Avtomatla nişan alabilir, ev uşağı. Sıldan dövüşəndi, Sıldan dövüşəndi. Gör nə deyəm, cənab prezident, cənab başbakan, cənab başçıcan idarəsi. Mehman xanım Əliyevə. Və Mehman xanım, ümidimiz sizə deyək. Gör nə deyəm. Göydən tökdüm yerə, 10 metre qalmış bilirlər gəlir. Mən qalxdım yağa, İbal mənə saxladı, qonşu kəndindən. Dedim, saxlamam. Bir salacaqdı, səhər asılacaqdı, soğuğunda yemişdi. Onda o ki bir giro da götürürlərdi. Durdum yağa, dağıttım tökdüm. Dağa dırmaşdım. Birinci vurdum niye göre olur? Pikamın pırasını silemiştim onun sinesine falan. Duran için. Yapıştırmıştım ağza. Gözünü de başladım. Allah rahmet eylesin. Gelme şehadetimize dedim. Allah rahmet eylesin. Biraz mərdə olan neydi? Bir ağır, burası şoğlu lağ edene özünü itirdi. Narahat olmam. Sevmem bu münasebə bir sənədir. Mən səni vurmayırdım. Sən vurmasın, sənə vurdu oldum. Gözüm bassın. Əşhədən Allah, illallah, əşhədən Muhammed Rəsulullah, hamısını dedim. Neyiniz olmalı. Gözüm bassın. Müslüman azizine.
Eşek oluyor gelirler neyse ziller. Bir de ailesini dolandırmak istəyir, pulla gəlir, səsini vuruşacam. Mən o vurdum. Mən o vurdum. Cənab Prezident, Cənab İstinaq İdarəsi, Cənab Başbakan. Mənə şahidi ifadələri də var. Mənə əziyyət verdi 8 ay, 2024-cü ildə. Sənətdən sonra sənətlər sizə danışın. O da şey atırlar, qurma qururlar. Hansı məhkəməyə gidir, hansı vəkil bir dəfə mən sənətimi oxuyur. Görür, işi kim görür, qaçır. Biri mən düzüm, deyir ki sənə məhv eləməsin bir dəmə edir. Köynə səhv yazılan iddia əsas dururlar. Kişilər verirlər, ali məhkəmə. Heç bir işə düzgün baxmıyorsun ki, sən zakat verirsən. İlk qaçırlar, heç kim girişmir. Qorxurlar. Ömür boyu dinat eləmədiyim sənətlər, mərkə atılan sənətlər, hamısı buradadır. 98 buradadır, qanun içində. Cənab Prezident, Cənab Başbakan, Cənab İstinaq İdarəsi, görün nə deyim. Dünən mən Səryan məhkəməsindən cəng vurublar, loyası, atmışam onu, televiziya kanallarının hamısını atmışam, onu. Sizə bilməm necə atılır, onu yox atmamışam, ancaq çalışacağım o deyim. O geçmiş getdiyim, bugün sən mənim məhkəmə kimi demir. Mən heç saat deyəməmiş. Heç saat deyəməmiş. İzahat da özə yazırlar, ittiham da özə, ittiham haqqında, anamın yanında həkimə gəlir, mən qolumu qısmı qatırlar, 2 ay buna bax. Boğazımı kəsdim, aldatdılar mənə, boğazımı kəsdim. Səyən həkimlər deyir ki, bu çişlə damarlarımı, boğazımı. Damarlarımı çişlədilər ki, öləcəkdim aşamışım. Sonra gəlirlər mənim məktəb oxuması, anamın zadını qolunu qatlayıb, mənə telefonumu əlindən aldılar. Səyyanın baş müstəsi deyilən, Rəsulat da şəxs. Belə bir şərəfsizə edirlər. Mən də ölməyə hazıram. Evimi Bakıdan istəmək üçün mən Azərbaycan Respublikasının prezidentinə, Cənab Prezident İlham Əliyevə müraciət etmişəm. Bilməm, 2016 idi, 17 idi, 18 idi, dəqiq bilməm. Ceyhun müəllimlə sənətləri qəbul alıb. Cənab Fuad Əsgərovun köməkçisi, şirurşünas Ceyhun müəllim, ona vermişəm ərizə. Nazirə, Cənab Biznes Mərkəzinə getdim. Lezbas xatın başımı doğramaq istəyirəm. Gəlirlər hamısı diz çöktü yalvardı. Diz çöküb yalvardılar. Eləmə. Gəlibə, sələm əlaqə saxlatırlar. Hər şey olur, gəlin ölüm. Üstündən 10 il, 20 il keçib. Üstündən 10 il aşağısı keçib. Hər mən ana yolunda yaşayıram. Bizə zaldan başqa istəyəm yoxdur, harada yaşamaq. Zal ortadan bölüb, ibn ayrılır. Gəl qış soğuq, plətə bir yandıram. Çay dəməyəm. Çay dəməyəm, çayı qazda qaynadıram, burada qaldırıram çayı. Dünən Səryan məhkəməsi mənə məhkəməyə çağırır. 16-sı idi, nömrəli. 6-cı ay 2026-cı il. Mənə məhv eləmək istəyirlər. Mənə məhv eləmək istəyənlər bir qeyrət olar. Namərd olar. Mənə gəldiyi götürə bilməyənə bir qeyrət olar. Rami Şəbib, sən şərəfsizsən.
Sen bir kere iş verensen, onu sənə deyəcəm. Mən gözlədim polis gəlsin qapıma, özümə söz verim. Polis gəlsin, mən hər gün, mən heç nə vermirlər. Özümü öldürməyə söz vermişim, doğruya söyləyəcəm özümü, başımızını. Sadəcə mən heç bir kağız vermirlər. Heç bir sənət ki, sənin məhkəmdə, nə mən zəng gəldi, nə o geçmiş getdiylə. Televizya kanallara atmışam o. Mən də içirəm. Mən içmək də olmaz. Deyim mənə məhkəməyə gəlmədim. Demə nə dersən, nə məhkəmə? Mən də varmışam. Mən heç də eləməmişəm. Bilənlər bilir, uşaqlar var. Əvvəlkində Əslan TV təvəkkül olur. Deyir ki, mən marketdə olmuşam, gəlmişəm, bir hansı Əhmədlə. Yalandır. Yalandır, yalandan çıxardıram, sübutlarım var, şahidlərim var canlı. Mən əsəbinə istifadə edib şey atılır, cənab prezident, cənab baş prokuror, cənab bəş üstünə gələsiz, yönəndə. Hamısı olar. 10% buradadır. 80% o da buradadır. Sonra baba. Ömür boyu mənə şah atırlar, əsəbimdən. Nə var, erməni mənə üzbəz var bilmir, erməni baş içində öldü mənə üzbəz var. Erməni təkbirə ermənidən çıxmağa başlayıb baş içində öldü. Bütün bir qədasını qabağını saxlamışam, qırıq tökmüşəm olsun yerə. Mən məsələ, məsələ ki, görürsən, niyə mən qorxmağa bəni öldürmürsən, hə? Açıq deyilsinlər, mən də bilimlər. Daha bir sizə mən Ceyhun müəllimə ərizə vermişəm. İfadə əsaslarını köməkçisi Ceyhun müəllim işidirmək yəni. Sınav üzərində vermişəm. Sınav bax 100 metr keçirməyə Allah olur, gəlib. Mənim evim var, evim, o da mən şah atırlar. Kəmər tutulması ilə. Mən də Səryan məhkəməsə demişəm ki, canlı danışdım telefonla, canlı. Canlı səs atmışam ama ölməyə hazıram, görüb gedməyəcəm. Nə istəyəməmişəm. Mən əsəbini istifadə edib, istəmişəm, eləmişəm, böyle bir şey olub. Birinci qrup Qarabağ əliyəm, 85%'im yox. O sənətdən oxuyub deyirəm, heç mən. 5 yıl olmasın, sənət oxumayacağım. Yazın gözüm. Çekin gözüm. Çekin gözüm. Əliyimi təsdiq edildi. Birinci qrup götürmürdünüz başım. Cənab prezident, cənab baş istidən edəsiz. Göndərdim, cənab baş prokuror. Dünən mən ayın 16-sı səhər məhkəməsinə zəng etdim, sən məhkəmə gəldim. Mən heç bir kağıza verməyiblər. Kağızı alan kimi özümü öldürməliydim. İşi kitləm məhkəmə, mən heç eləmişəm. Səryan baş müstənsir Rəsulatda şəhər. Evində dəfələrlə mənə qatlayıb götürüb. Başına polislərin. İtibar edib qapı açmışam, çayı sarılmışam. Çay süzmüşüm. Orada anama özlərini söyləyiblər ki, birinciylə, valla, hörmətsizliyə, rəs görməsizliyə, mənə qatlayıb aparırlar Səryana. Anamın yanında. Anam şahid.
Gedmişəm, heç bir rəis yoxdur. Rəisə verməzsizdir, nə yaxşı, yeməsi eləməm yaxşı. Yoluma qatdılar atlamır, problem. Getdi ora. Həmin baş müstənti atda, Rəsul atda baş müstənti, mənə öz otanını qəbul edir. Sən bunlara qol çəkməlisən. Nə görə deyirəm, mən nə qol çəkməlisən, bir o xələ, bir o. Yox. Etibarına istifadə edirlər, bir yere yatdı. Polis gəldi. Qatil mənə ki, ay qardaşım, görə nə deyirəm? Telefon mənə, bu sənin WhatsApp'ındır, atarım sənə. Tabii attı da, gördüm attı. Gördün, qol çək, bu kağıda oxumağına vaxtımız var, hənin ailəsi var, uşağı var, nəzər aldım ailə uşağı. Yalan deyəmsə şərəfsiz olurum. Qol çəkdim, attım mənim WhatsApp'ıma, gəldim evə oturdum orada, anam Allah şahid. Gördüm məni alladılar, nəyəsə qol çəkdim bizə. Götürdüm zəng vurdum həmin o beləyə, Uçaskovidə və indi əməliyyatı. Yağın şərəfli olanları tutturmaq üçün, onları qurmaq üçün bu gözəl bir oyunu oynayıb, o əməliyyatçı kimi vəsvəsin böyüdülər. Bu bir şərəfsizin, hər şərəfsizin. Meyman yüksəkində bir neçə Rus sapını, neçə bir dənə niyə görə öldürmüşəm. Qazansam üçün minə düşmüşəm. Hamısını yaralamışam. Mən döyüş yoldaşlarım, hamısı qardaşlarımdır. Olan başına dönəm, əziyyət çəkəm. Nadirin qardaşım yendi mən o qəhrəman olduğuna görə təşəkkür edəcəm. Yaşlı qardaşdır, yaşlı millətimizdir. Ayağını itirib işitdiyimi görüb. Eş hesabı vaxtı, şəkilləri var mən. Köroğlu, şükür Vasif. İbad. Əzoyu. Şakir Şəmkirli. Musa. Cəzəb edildi. Səs söhbəti deyirəm bu. Ölüm ətləmləri satdırlar, cənab prezident. Bütün sənətlərimi göstərdim sizə. Mərhum Meydayev, Ulu Öndərimiz Heydayev adını çəkir, daxili qoşunlar. Spesnaz adamda zülüm çəkib, qırılıb tökülür. Bizi deyirdi, onu görsəlmir. Kiməsə tərif edir. Problem yoxdur, Əliyar Əliyev giladı, hamısı bizim qardaşlarımız olur, döyüşən olanlar olur. Mən 83-93 təbəyə diyorum cənab prezident. Mən 73 təbəyəm, 92 ildə 18 yaşımda şikəst olmuşam, ağlamışam, şikəst olmuşam. Mən evimi sizdən xahiş eləmişəm, Sinopaq biz bir şeydə, Sinopaq biz bir mərkəzində ərz yazmışam. Prezident tapanda Fuad Rəsyoğlu'nun, cənab Fuad Rəsyoğlu'nun köməkçisi. Ceyhun müəllimə ərz vermişəm. Mən evimi verin də, mən nəsə eləyəm özüm üçün. Sizin adınıza yazmışam, xahiş eləmişəm. Baş şəhərindən mənə ev verəsiniz. Burada Qarabağ atıb qaçanların, erməni qohumaları olanların tərifini saxlayanlar çoxdur, bizlərə məhv eləməklə. Əllərindən gələn edirlər. Bütün nazirlər zatlar, cənab prezident, hamısı bizim əhlimizə gedir. Qaldı ki, televiziya göstərirlər, Rusiyada göstərirlər, 500 minlik maşında həmin yerimizdə, həm vətənimiz, həmin. Onlar 92 ildə bizi kimi olanlara atıb qaçan oğraşlardır. Mən sizə əminəm deyəm, görürəm, tanıyam. Cənab prezident, xahiş edirəm. Bugün Səyyar Məhkəməsindən mənim zəng vurulub 1077 ilə bütün tebrik kanallarının hamısını atmışam ondan belə. Hamısını deyəsən səsiyasını atmışam. Bugün məhkəməyə gəlmir, mən ağlamışam, mən heç eləməmişim. Uşaqlar qərar verdi, məsləhət gördüm, qardaşım biz almışıq, sən də belə bir şeylər. Mən getdim, kəndə oturdum, bir yana kimi edir.
Kəndə var yazılıq yəni. 1992-ci xaşəm mən almadım sən pullar ödənsin. İqtisadi Məhkəməsi hakimi Müşkümer vardı. Deyir ki, qardaşım, sən bu qədər erməni zararlısın, fəxrəmişsən, problem yox. Amma belə bir qanun yoxdur. Yəni. İndi qanun budur. Beləncə eləmiyorlar. 2014'den 17'ye kimi müharibəliyi, sənətlə var burada. Hamısını oxumuşam, əzbər vermişim. 2008'den 2017'ye kimi prezident təqaüdü ödənməyi qoyulsun son bir hüququnun üzərine. İddia dəyişdirdilər məndən. 1992-ci ildə səhv yazdığım iddia. Dəyişdirdilər, hüquq yazdılar, köməyi göstərdilər mənə. Bir ixtiyarımız var yani. Ancaq sən 92-ci ildə 50 yağlamışsan sadəcə. 50 təyinatıdır, olursanız bu soru. Yazsana, başdan deyəm, qeyrətli hakimlərə. Hətta mən başdan gəlmişəm, nəyəsə qolçayım, başlayayım, mən gəlmişəm, cimimə pul qoyub. Elə bir qeyrətli hakim. Mən elə bir şey axin edim, Ali Məhkəmə, Apelasiya İqtisadi Məhkəməsi oturması, Ali Məhkəmə. Ali Məhkəmə Nigar Rəsulbəyə var. Mən əmim arvadı, əmimin dostu tanışı var orada. Bizim kənddən də hakimin adını çəkməyəcəm. Araşdırsınız, biləcəksiniz. Nə deyəcəkdim, yadıma sıxır. Hər şey danışmışam. Hər şey danışmışam. Qalanım, oldu, все. Hər şey danışdım. Yadıma sıxır, nə deyəcəkdim. Qurma olar tərəfdən. Olar tərəfdəndir qurma. Hansı məhkəmə, hansı bir vəkil işimə baxır, deyir ki, sən burada düşsən. Qozu tutublar sənin əlində. Nəyi? Köhnə yazdığın səhv ifadə 1992-ci qarşılayan ödənilsin. Məhkəmələr, İqtisadi Məhkəməsi hakimi axıllı bir iş gördü. Bu düzdür. O ildən yox, başqa bir şeylərdə təyin olub. Həmin ildən, həmin ilə kimi nəsəbə ödələrsə. İddia dəyişdir. Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova qərarı ləğv elədi, mən xeyrim olam. Mən ziyanıma qərar çıxırdı, hamısı sumkamdadır. İndi də mən addım ata bilirəm, nəfəs alıb. Deyirəm ki, belə edəcəm. Dövlətimiz var, qanun var deyirəm, deyəcəm. Mən şərtli, məhkəmə, bəzən vurdu ki, məhkəmə bildim. Hansı məhkəmə? Mən bilməm olur. Mən kimə nə qalmışım? Ermənidən başqa kimsə öldürmüşəm. Yox. Xahiş edirəm, kömək edin. Səryan məhkəməsi dünən mən məhkəməyə çağırır, deyir ki, gün gəlməyə ödüm, mən heç bir kağız bilmirəm. Demişəm ki, kağız gəlir, səs gəlir, polis gəlir, özümü öldürəcəm. Məhkəmə də dünən dedim ki, qardaşım, dönəcəm. Mən özümü öldürürəm. Özümü öldürəcəm də. Cənab bizi xahiş edirəm. Cənab baş üstündə idarə. Hüquq tapdanması deyirlər. Hamısı mənə qarşı olur. Qarşım kömək. Sağ olun, baba. Çox danışdım. Sağ ol.